Bu cümləni ingilis dilinə çevirək. İlk öncə buradakı sözləri bilək. Nə sözü bilirik ki, ingilis dilində what deməkdir. Amma burada what olmayacaq. Niyə? Burada anythingdir nə sözü. Niyə görə burada anything olaraq deyilir? What, məsəl üçün, nə xoşluyuram, nə xoşluyursan, nə istəyirsən. Yəni, burada isə artıq o mənada olmur. Yəni, əşya kimi gedir. Yəni, nə haradadır? Ümumiyyətlə, nəyin harada olduğunu bilmirəm. Bir növ nəyin deyildiyinə görə biz burada anything deyirik. Okay? Harada sözü where. Dırdır var burada is və bir dənə şeydən söhbət gedir. Çünki anything həm də bir dənə də ona görə is qoyuraq. Bilmirəm sözü. I don't know. İndi buradakı ardıcıllığı biz yığaq. Demişdik ki, biraz burada görürük ki, 2 cümlə var da, haradadır, bilmirəm, 2 cümlə kimi gedir. Bu tip cümlələrdə biz, məsəl üçün, buradan yox, bu ardıcıllıqla başlasaq, ingilis dilinə daha düzgün bir tərcümə eləmiş olarıq. Ona görə birinci I don't know-nu deyirəm. I don't know. Bilmirəm. İkinci cümləmiz artıq başlayırıq və bilirik ki, cümlədə where-dir, what-dur. Bunlar olduqda cümlə həmişə birinci bunlarla başlayacaq. Ona görə where-ni deyirəm. Sual cümləsi deyil. Ona görə izi where-dən sonra izi qoya bilmərəm. Where sözün. Where. İzi bura qoysam olacaq sual cümləsi. Amma baxıram ki, sual cümləsi deyil. Ona görə anything-i yazıram. İzin üçün bir dənə yer qalır. Zaten cümlənin sadəcə sonu. Başqa da iz üçün bir yer qalmır. Cümləmiz bu şəkildə olacaq. Bir də yazaq. Burada tam görsənmədi. I don't know. I don't know where anything is. Bu şəkildə.